övladlarımızı necə uğurlu böyüdə bilirik? Uğurlu olmağın çox şərti var. Onlardan 4-ündən mən söhbət edəcəm, bəhs edəcəm. Deməli, birinci özgüvəndir. Əslində özgüvən valideynlərin övladımıza verməli olduğu ən dəyərli bir bacarıqdır. Özgüvən hər şeyin açarıdır və çox erkən yaşdan qazandırılması lazım gələn bir şeydir. Əslində bacarıqdır. Əslində özgüvən bütün körpələrin doğuşdan fitrətində var. Təbii, doğal halıdır özgüvən körpələrin. Əslində valideynlər o özgüvəni qazandırmamalıdır. Yəni özgüvəni ortaya çıxartmalıdırlar. Özgüvəni şərait yaratmalıdırlar ki, körpə özgüvəninin içində olan, özgüvəninin fitrətində olan özgüvənini üzə çıxartsın. Xoşbəxt uşaqlar böyütmək üçün düzgün valideynlik kitabında pedaqoji araşdırmalarla müəyyənləşdirilmiş 12-18 üsulundan bəhs edilir ki, valideynlər bununla tanış ola bilər. Məsələn, övladımıza onun istədiyi zaman və onun istədiyi qədər kömək etmək lazımdır. Əgər onun vaxtsız, gərəksiz zamanlarda ona kömək eləmək, gərəyindən çox kömək eləmək onun özgüvənini, özünə inamını sarsıdır. Və yaxud da biz övladımıza bir iş tapşırdıq, ta ki evi süpürmək və yaxud da yerini yığmaq və yaxud da masanı hazırlamaq, müxtəlif işlər tapşıra bilərik. Və sonra onun arxasınca düşüb, onun gördüyü işləri təkrar görmək, düzəlişlər eləmək və sən nə bacarmadın, sən eləmədin, sən bacara bilməzsən, sən eləyə bilməzsən kimi sözlərlə söyləmək onun bir mənalı olaraq özgüvənini qırır. İkinci önəmli olan məsələ düşünmə bacarığıdır. Düşünmə bacarığını mən iki yerə bölürəm. Birinci, nə vaxt ki, artıq körpə oyanıqdır, rahat üzrə söhbət edirik. Bu dövrlərdə körpəyə sual formasında müraciət eləmək lazım. Bilirsən bu nədir? Bilirsənmi müəllimadır? Bilirsənmi bu yaşıl köynəkdir? Nə yemək istəyirsən? Nə içmək istəyirsən? Bu birinci mərhələdə olan iç-içə söhbət, üz-üzə, göz-gözə söhbət formasıdır. İkinci mərhələdə nə zaman ki artıq körpə övladımız rahat danışa bilir, o dövrdə ona sual verməyə təşviq eləmək lazımdır. Bu hər iki forma onun beyin mərkəzlərini oyandırır və eyni zamanda neyronlar arasında əlaqələri sürətləndirir. Türkiyədə aparılmış belə bir araşdırma var ki, deməli birinci sinifə gedən şagirdlər arasında %95'i sual verməyə meyil olub. Ancaq 10-cu sinifdə deməli bu %95 təqribən sıfır səviyyəsinə gəlib düşmüşdür. Üçüncü önəmli məsələ özünü ifadə etmə bacarığıdır. Yəni bu çox önəmli bir məsələdir. Əgər övladımıza onun sevildiyini, onu dəyər verdiyimiz, onun hiss etdiyi dildə aşılamazsa, addımbaşı övladımıza olmaz, sakitdir, etmə, toxunma kimi söyləyərsək, övladımıza laqeyd yanaşarsaq, onu görməzdən gələrsək, irəliyə doğru özünü ifadə etmə məsələsində çox ciddi problemlər yaşayar. Bu da onu aqressivləşdirər, öfkəli və qəzəbli edər. Dördüncü önəmli məsələ yaradıcılıq qabiliyyətidir. Bütün bunlar əgər özgüvəni, düşünmə bacarığı, özünü ifadə etmə bacarığı düzgün zamanında körpə övladımıza aşılanarsa, yaradıcılıq qabiliyyəti çox erkən yaşda oyanmaya başlayacaqdır. Bütün söylədiklərimlə bağlı geniş məlumatı Xoşbəxt Uşaqlar Böyütmək üçün Düzgün Valideynlik kitabında əldə edə bilərsiniz.